Başlamaq yeni bir həyata niyə çox çətin olur? Çünki bizim beynimiz bilmədiyi sahə üzrə insanı qoymur inkişaf eləsin. Yəni ki, siz hansısa bir yeni sahə üzrə addımlar atmaq istəyirsinizsə, beynimiz avtomatik olaraq bizi baryerlərlə saxlayacaq ki, niyə edirsən, sənə lazım deyil. Çünki beyin maksimal dərəcədə öyrəndiyi sahədə qalmağa daha çox üstünlük verir ki, enerji az sərf eləsin. Amma yeni sahələrə, yeni vərdişlər, yeni addımlar, yeni məqsədlər qarşımıza qoyanda isə, əgər bizim bu sahədə bir təcrübəmiz və ya biliyimiz yoxdursa, bu avtomatik olaraq qorxu hissi yaranır. Qorxu hissi də avtomatik olaraq beynin reaksiyasıdır ki, yəni bura lazım deyil. Çünki bizim bu sahədə elmimiz yoxdur. Vəssalam. Bu səni saxlamasın. Çalış, başa düş ki, əgər belədirsə, bu normal bir beynin obratlı bir reaksiyasıdır. Sadəcə olaraq lazımlı elmi savad öyrənəndən sonra bu sahədə, yeni bir sahədə avtomatik olaraq başlamağın daha da asanlaşacaq.